Soyuq müharibə bitmiştir. Sovetlər Birliyi dağılmışdır. Dünyaya sülh, barış, əmin-amanlıq gəldimi? Əsla gəlmədi. Sovetlər Birliyi zamanında Amerika imperialistləri nə deyildi? Dünyada savaşı Sovetlər Birliyi başlatmışdır. İndi sual olunur, ey Amerikan imperialistləri, Sovetlər Birliyi artıq yoxdur. Dünyaya sülh, barış gəldimi? Əsla gəlmədi. Bugün dünyada, dünyanın bir qütüblü mərkəzində Amerikan hegemonluğu davam edir. Bunu yadda saxlayın. Amerikanın təməl prinsibi və siyasəti bundan ibarətdir. Ölkə daxilindəki xainləri öldür, başqa ölkənin xainlərindən o ölkənin inkişafını zəiflətmək üçün istifadə et. Bu, Amerikanın təməl siyasətidir.